Salam, hər birinizi xoş gördük. Yenə də mən coğrafya müəllimi Elnur müəllim. Bu günlərimdə sizinlə Dövlət İmtahan Mərkəzinin sınaq toplusundan sınaq nömrə 2-nin izahını verəcəm. Hər birinizə xoş izləmələr arzulayıram. Vaxt itirmədən keçək birinci sualımıza. Birinci sual nömrə 1. Yerli vaxta əsasən B və C məntəqələrinin coğrafi uzunluqlarını müəyyən edin. Suala diqqət yetirdikdə burada görmüş olursunuz ki, burada görmüş olursunuz ki, yalnız bizə A məntəqəsi verilib. A məntəqəsində saat 11:40 yerli vaxtla. Uzunluğu isə 30 şərq uzunluğudur. Yəni A məntəqəsi bizə bəlli olan məntəqədir. Bəs bəlli olmayan hansılardır? Bəlli olmayan digər ikisi B və C məntəqələridir ki, bu məntəqələrin uyğun olaraq, vaxt fərqinə uyğun olaraq biz burada onların coğrafi uzunluqlarını tapmalıyıq. İndi isə keçək sualımızın həlli yollarına. Görək necə həll edə bilərik bu sualı. Sualımızı həll etmək üçün ilk öncə burada çalışaq ki bu coğrafi uzunluqları qeyd edək, bir qədər səliqəsiz alındı. Çalışaq yenidən bunu dəqiq şəkildə çəkək. Hı -hı. Çox üzr istəyirəm. Bir qədər vaxtımız getdi buna. Aha. Aha. Deməli gördüyünüz kimi burada 3 dənə coğrafi uzunluq qeyd etdim. Gəlin burada ilk olaraq burada 30 dərəcə şərq uzunluğu olaraq bu birinci çəkdiyimiz bu meridianı qeyd edək. 30 dərəcə şərq uzunluğu. 30 dərəcə şərq uzunluğu. Aha. 30 dərəcə şərq uzunluğu. Digərləri isə ondan gördüyünüz kimi sağ istiqamətdə, belə desək, şərq istiqamətində. Coğrafi baxımdan bildirsək isə şərq istiqamətində yerləşdiyini qeyd edir. Niyə mən birbaşa bunu şərqdə qeyd etdim? Çünki burada hər biriniz bilirsiniz ki, şərqdə yerləşən məntəqə özündən qərbdə yerləşən məntəqədən vaxt fərqi olaraq hər zaman öndədir. Yəni burada görürəm ki, B məntəqəsi saat 20:20-dir, C məntəqəsində isə 21:00-dır. Deməli, bu səbəbdən də bu hər iki məntəqə bizim 30 dərəcə şərq uzunluğunda yerləşən A məntəqəmizdən vaxt olaraq öndə yerləşir. İndi isə gəlin bunlara uyğun hesablama aparaq. Deməli, biz bunu tapmaq üçün öndə olan məntəqədən, yəni 20:20-dən çıxmalıyıq nəyi? 20:20-dən çıxmalıyıq 15:42. Tapaq görək bu məntəqəmiz, B məntəqəmiz harda yerləşir? 15:40. Aha. 15:40-ı çıxmalıyıq. Aha. 15:40-a çıxmalıyıq. Deməli, 20:20-dən 15:40-a çıxmaq istədiyimiz zaman görürük ki, burada bəzən həmkarlarım, o cümlədən öyrənən şagirdlər tərəfindən, abituriyentlər tərəfindən burada çətinlik çəkilir. Niyə? Çünki 20-dən 40-a çıxmaq burada bir qədər çətin olur bizim üçün. Bunun üçün nə edirik? Gördüyünüz bu 20:20-ni, yəni 20:20-ni gördüyünüz bu üst hissədə yerləşən 20:20-ni 20-ni silək ki, sizə daha yaxşı göstərmiş olum. Aha, 20:20-ni nə edirik? 20-ni, yəni 1 saatda neçə dəqiqəmiz var? 60 dəqiqəmiz var. Bura yazırıq ki, 19, 19. Həmən o 20-dən 1 saatımızı parçaladıq dəqiqələrə. Buraya yazırıq 19, digər tərəfə neçə yazırıq? 20:20 idi də. Həmən 60 dəqiqəni gəlin 20-nin üzərinə. 80. Heç bir problem yoxdur. Cavabımız hər zaman düzgün alınacaqdır. Deməli 19-dan 15-ə çıxanda buraya yazıram 4. 80-dən 40-a çıxanda buraya yazıram 40. 40. Aha. Burada 40 yazdıqmı? Əla. Deməli cavabımız neçə oldu? Cavabımız burada oldu 4 saat 40 dəqiqə. Aralarındakı vaxt fərqidir. Amma bu hələ bizə cavabı vermiş olmur. Bu hələ bizə cavabı vermiş olmur uşaqlar. Ona görə çalışaq cavabı tapaq biz. Çalışaq ki, biz burada cavabı tapaq. Aha. Deməli 4 saat 40 dəqiqə. Gördüyünüz o 4 saatı, 4 saatı vurursunuz nəyə? 15-ə, 15-ə. 4 saatı vurursunuz 15-ə. Həmən o 40 dəqiqə var ha, digər tərəfində yerləşən bu 40 dəqiqə hissəsi var ki,
40 dəqiqə hissəsində bölürsünüz neçəyə? 1 dəqiqə neçə, 1 dərəcə neçə dəqiqədir? 4 dəqiqə. Bölürsünüz 4-ə. Aha. Sonra bunlardan aldığımız cavabları isə toplayırıq uşaqlar. Toplayırıq. Bunlardan aldığımız cavabları toplayırıq. 4-ü vurduq 15-ə neçə aldıq? 60. 40-ı 4-ə bölüb neçə aldıq? 10. Plus, plus uşaqlar. 10. Mouse bir qədər bizi çox incidir. Aha. Çalışacağıq ki, bu problemləri aradan qaldıraq. Deməli, elədi 70 dərəcə. Düzdürmü? 70 dərəcə. Deməli, tapdıq ki, B məntəqəsi 70 dərəcəlik bir fərqi olan, yəni 70 dərəcə şərqdə yerləşir. 30-dan 70 dərəcə şərqə doğru getsək nə edərik? Getdikdə 70 dərəcə şərqə doğru getdikdə toplayırıq. Deməli, olur. Qərbə doğru getsəydik, nə edərdik? Çıxardıq. 100 dərəcə şərq uzunluğu. Deməli, bu yerləşir 100 dərəcə şərq uzunluğuna. Düzdürmü uşaqlar? B məntəqəsi oldu 100 dərəcə şərq uzunluğunda. 100 dərəcə B məntəqəsi oldu 100 dərəcə şərq uzunluğunda. 100 dərəcə şərq uzunluğunda. C məntəqəsini tapmaq isə olduqca asandır. Burada variantlara da baxıb tapa bilərsiniz. Məsələn, burada variantlarda yalnız B variantında görürsünüz ki, 100 dərəcə şərq uzunluğu verir. Amma sizi çaşdırmaq istəsə, bu 21-dən də 20-ni çıxarıq 40 dəqiqə. 40 dərəcəni də burada tapmışıq axı. 40 dərəcəm nə qədər idi? 40 dərəcəm, 40 dəqiqəm 10 dərəcə fərq eləyir. Düzdürmü? Bu 100-dürsə, bu da 110 olmalıdır da. Birbaşa bu sualı isbat etmiş olduq. Keçək növbəti suala. Sual nömrə 2. Sxemə əsasən yanlış bəndi müəyyən edin deyir bizdən. Burada lövhəmizdə təmizləyək ki, bizi çaşdırmasın. Yanlış bəndi müəyyən edin. Gəlin birlikdə yanlış bəndi müəyyən etməyə çalışaq sizinlə birlikdə. Görək burada yanlış bəndimiz hansı bənddir ki, biz onu müəyyən edə bilmirik. Deməli, burada üzr istəyirəm. Bunu silək. Bunu bir silək, bir dəfəlik təmiz lövhəli eləyək. Aha, keçək indi sualımıza. Deməli, sualımıza deyir ki, yanlış bəndi müəyyən edin. A məntəqəsi 23-cü saat qurşağında yerləşir. Bizdən yanlışı soruşur. Baxaq A məntəqəsinə. A məntəqəsi neçədə yerləşir? 20 dərəcə qərb uzunluğunda. 20 dərəcə qərb uzunluğu neçənci saat qurşağında yerləşir uşaqlar? Deməli, 15 dərəcə qərb uzunluğu birinci saat qurşağımızdır. Onun da sərhədləri 22.5 dərəcədən keçir də. Düzdürmü? 22.5 dərəcə qərb uzunluğundan keçir. Bu da 20-də yerləşdiyi üçün elə 23-cü saat qurşağında yerləşmiş olur. Bu fikrimiz doğru fikirdir. Biz yanlış axtarırıq. D məntəqəsinin yerli vaxtı C məntəqəsinin yerli vaxtından 2 saat 40 dəqiqə irəlidədir. Aha, bu D məntəqəsidir. D məntəqəsidir. Bir də bizim burada C məntəqəsi var. Düzdürmü? Düzdürmü uşaqlar? Hər zaman deyirik ki, şərqdə yerləşən məntəqə qərbdəkindən vaxt olaraq irəlidədir. D məntəqəsinin irəlidə olmağı necə fikirdir? Doğru fikirdir də. D məntəqəsi irəlidədir. Bu doğru fikirdir. İndi görək 2 saat 40 dəqiqədirmi? Deməli, ondan eləyəcək meridianlara baxacaq. Bu 60-dadır uşaqlar. Bu 60-dadır. Bu da neçədədir? 20-dədir. 60-dan 20-ni çıxdıq, neçə aldıq? 40 dərəcə. 40 dərəcəni də bayaqların elə məsələnin həllində tapmış olduq ki, üzr istəyirəm. 40 dərəcəni də tapmaq üçün, 40 dərəcəni də tapmaq üçün 40-ı nə edərik? 40-ı böləcək neçəyə? 40-ı böləcək 15-ə. 40-ı 15-ə bölürük 15-ə. 15-ə bölündə neçə dəfə düşür? 2 dəfə. Bu da edir 30. Düzdürmü? 30. Burada neçə qalır? 10. 10. Aha. Bu iki nəyimizdir bizim? Baba, burada qalan həmişə ədəd, həmişə. Buradan əgər sonra bölünmürsə, yəni bura 0 artırıb bölmək falan lazım deyil. Qalıqdır bu. Bu gördüyünüz bu aldığımız ədəd saatı göstərir. Saatı. Saat. Saat. Gördüyünüz bu qalığınızda 4-ə vurursunuz hər zaman. Hər zaman. 4-ə vurursunuz. 4-ə. 4-ə vurursunuz 40. 40 dəqiqə. Bu da dəqiqədir. Vurduqdan sonra aldığımız cavab isə dəqiqədir. Dəqiqə. Dəqiq yazıq da ümumi qısa olaraq. 40 dəqiqə. Yəni 2 saat 40 dəqiqə nəticəsində elədik? Almış olduq. Deməli, bu da doğru fikirdir. Bu da doğru fikirdir. Görək bəs yanlış fikir hansıdır? 23 sentyabrda C və D məntəqələrində günəş şüaları fərqli bucaq altında düşür. Baxaq, 23 sentyabrda günəş harda zenitdədir? Deyirik ki, ay müəllim, 23 sentyabrda günəş gördüyümüz bu xətt var ha, ekvator xətti 0. İndi bir qədər əyri alındı. Mouse'la yerə deyirəm.
çətindir biraz mouse'la bunları işarətləmək. Yəni 0 dərəcədə, yəni bu gördüyünüz bu ortadakı xətt ekvator xəttidir. Baxın, baxın burada 0 verilib belə. Ekvator xəttidir. Yəni ekvatorda olur. 23 sentyabr və 21 martda. C və D məntəqələrinə, yəni C məntəqəsi 15 cənubdadır. D məntəqəsi də 15 dərəcə şimal əlindədir. Deyir fərqli bucaq altında düşər fikri sözsüz ki, yanlış fikirdir. Çünki hər iki məntəqəyə eyni bucaq altında düşər. Yadınızda saxlayın uşaqlar, hər iki məntəqəyə eyni bucaq altında düşər. Yəni 90 çıxan 15, 75 dərəcə. Bu məntəqəmizə, D məntəqəmizə 15 şimala, 15 dərəcədə 90 çıxan 15, 75 dərəcə bucaq altında isə C məntəqəsinə günəş şüaları düşmüş olar. Digər sualımıza keçək. Sual nömrə 3. 21 mart, 23 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqələr. 21 mart və 23 sentyabr tarixlərində gündüzün uzunluğu daha çox olan məntəqələr, uşaqlar yadınızda saxlayın ki, bu məntəqələr çox zaman şagirdlər burada ekvator üzərində olan 3, 7, məsələn 4 bu ədədləri çalışır götürür. Ancaq belə deyil. Yəni ekvator üzərində gecə və gündüzün müddəti ümumi şəkildə, yəni bu 3 və 7-də əsas olmaqla nisbətən bu 4-də hər zaman 12 saat götürülür də. Yəni günün tən yarısı gündüz, tən yarısı gecə olaraq götürülür. Yəni gecə ilə gündüzün vaxt baxımından bərabər olurlar. Yəni bu hər zaman belədir də. Günəş onların üzərində zenitdə olduğu üçün. Biz burada götürməli olduğumuz məntəqə qütb gündüzlərinin müşahidə olunduğu məntəqədir. Bu hansı məntəqələrdir? 1, 6 və 2. Görə elə bir variantımız varmı? 1, 2, 6. Bəli, D variantı sualımızın doğru cavabıdır. Sonra keçirik dördüncü suala. Yer planetinin yarandığı ilk vaxtlardan onun səthində çoxlu iri asteroidlər və meteoroidlərin düşməsinin səbəbi. Aha, sualımız belədir. Yəni yer planeti yarandığı ilk vaxtlardan onun səthində çoxlu iri asteroid və meteoroidlərin düşməsinin səbəbi. Bu əsasən, yəni kitablardan, yəni dərsliklərimizdən terminoloji olaraq götürülmüş suallardır. Qısa və konkret, lakonik cavab istəyir. Baxaq, yerin kütləsinin az olması. Bu tamamilə yanlış variantdır. Daha sonra yerin günəş ətrafında fırlanma sürətinin az olması. Bu da yanlış variantdır. Yer qabığının formalaşması. Bu da yanlış variantdır. Daha sonra yerin günəşdən uzaq məsafədə yerləşməsi. Bu da yanlış variantdır. Yerin maqnatizminin zəif olması. Bəli, bilirsiniz ki, yer yarandığı ilkin dövrlərdə maqnatizmin zəif olmuşdur. Bu səbəbdən də Yer planeti ilk vaxtlarında onun səthinə çoxlu iri asteroid və meteoroidlər düşmüşdü və qısa qeyd olaraq bir də onu qeyd edim ki, mənbələrdə bildirilən məlumata əsasən, yəni bildirilir ki, yer səthinə çoxlu asteroid və meteoroidlər düşməsi nəticəsində yerin yəni 23.5 dərəcəlik meyilliyi var ha, göstərilir kitablarda. Yəni o meyillik elə asteroid və meteoroidlərin düşməsi nəticəsində üzr istəyirəm 66.5 dərəcə meyilliyi asteroid və meteoroidlərin düşməsi nəticəsində yaranıb. Aha. 66.5 dərəcə meyilliyi. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Sual nömrə 5. Şimal qütb dairəsi, cənub qütb dairəsi. Aha, baxaq. Şimal qütb dairəsi göstərilir, bir də cənub qütb dairəsi. Cavablarımız digər tərəfdə verilib. İndi cavablara da baxarıq. İndi çalışıb buradan cavablarımızı seçək. Sonra sualımızı cavablandıraq. Aha, baxaq. 3 qitəni kəsib keçir. Yəni 3 qitəni kəsib keçən Şimal qütb dairəsidir. Çünki sual verər say müəllim, bəs Şimali Amerika qitəsi, bir də məsələn Avrasiya materiki, yəni materik kimi ola bilər ki, bir anlıq xəyalınızdan çıxar. Yəni materik olanda 2 qitədən ibarət olur. O da Skandinaviyanın şimal hissəsini kəsib keçir. Bir də Qərbi Sibirin şimal hissələrini kəsib keçdiyi üçün, yəni 3 qitə Asiya, Avropa və Şimali Amerikanı kəsib keçir. Ona görə bir elə birinciyə aiddir. Yəni bax bu gördüyünüz birinciyə aiddir. Birinciyə. 60-70 cənub ellikləri arasında yerləşir. Sözsüz ki, bu yəni şimal tropiki olası, şimal qütb dairəsi olası deyil ki, cənub qütb dairəsi. Yəni 1-ə 1, 2-yə 2. Bir dənə cavab variantlarına göz gəzdirək. Görək belə bir cavabımız var, yoxsa yeni axtarmalıyıq. Deməli 1-ə 1, 2-yə 2. Yəni 1-ə 1, 2-yə 2, 2 variantda uyğun gəlir. B və D variantında. Digər variantları çıxmış oluruq bu səbəbdən. Görə indi B variantı düzdür, yoxsa D? B ilə C-nin fərqi odur ki, 2-yə 5-ə aid eləyib, birinə isə aid etmir. Görə indi 5-ə aiddir, yoxsa yox? Baxaq görək 5 aiddir, yoxsa yox?
Deməli, ikinciyə 5. Qış gün dönümü günü günəş şüaları 47 dərəcə bucaq altında düşür. Yəni qış Cənub qütb dairəsinə, Cənub qütb dairəsinə qış gün dönümü nə zamandır? 23:5 dərəcə. Qış gün dönümü zamanı günəş harda zenitdə olur? 23:5 dərəcə, 23:5 dərəcə, 23:5 dərəcə, 23:5 dərəcə harda olur? 23:5 dərəcə 23:5 dərəcə cənub elliyində, cənub elliyində zenitdə olur. Aha, cənub elliyində. Qütb dairəsi neçədən keçir? 66:5-dən keçir, düzdür? 66:5-dən keçir. 66:5-dən keçir. 66:5-dən keçir. Bu deyir ki, qış gün dönümü günü günəş şüaları 47 dərəcə bucaq altında düşür. İndi 66:5-dən 23:5-i çıxanda neçə alırıq? 66:5-dən çıxsaq biz 23:5-i qısa şəkildə. Deməli, burada 66-dan elə 23-ü çıxanda neçə dərəcə bucaq alırıq? 43 dərəcə. Deməli, 43 dərəcə 43 dərəcə, bir dəqiqə yanlış. Bəli, 43 dərəcə. Deməli 43 dərəcə bucaq altında düşür. Bu aralarındakı məsafəni bildik ki, günəş şüalarının düşmə buzağının tapılması zamanı 90-dan çıxırıq. Yəni bu zenitdə olduğu məntəqədən. 90-dan da çıxanda 43-ü 43-ü. 90-dan 43-ü çıxanda neçə alarıq? 47 dərəcə almış oluruq. 47 dərəcə almış oluruq. 47 dərəcə almış oluruq. Bir dəqiqə səhvə yol verməyək. Bəli. 47 dərəcə almış oluruq. Doğrudur. Deməli, 5 də aid olduğu variant oldu. O səbəbdən də testimizin doğru cavabı elə C variantı hesab edilir. Keçək növbəti testimizə. 6-cı test. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti. Yerdə həyatın əmələ gəlməsinin ilkin şərti. Burada məsələn, yenə də qısa terminoloji, lakonik bir sualımızdır bu. Deyir, torpaq örtüyünə malik olması, yəni bu ilkin şərti deyildi. Yerdə tektonik hərəkətlərin baş verməsi, bu da ilkin şərti deyil. Sonra, məsələn, atmosferdə qaz tərkibinin sabit olması, yəni bilirsiniz ki, oksigen başlayır sonradan artmağa. Sonra bu da ilkin şərt deyil. Meşələrin yaranması bu heç uyğun deyil. Yer və günəş arasında məsafənin münasib olması bu testimizin doğru cavabıdır. Yəni yerdə həyatın əmələ gəlməsinin ilkin şərti olaraq bunları qeyd etməliyik ki, biz, yəni bunlar yerdə həyatın ilkin şərti hesab edilir. Digər variantlarla müqayisədə və yaxud digər variantlara baxanda bizim doğru cavabımız elə Y variantı olmuş olur. A məntəqəsi 7-ci sual. A məntəqəsi deməli 10 dərəcə şimal enliyi, 130 dərəcə qərb uzunluğunda yerləşir. Cismin kölgəsi olmadığı zaman Bakı şəhərinə saat neçə olar? Bu bildiyiniz qısa bir həll yolu var bu sualın. İndi burada göstərəcəm. E, yəni sualı bir qədər əlaqələndirmək lazımdır. Olduqca asan bir sualdır. Sadəcə bir qədər düşünmək lazım. Aha, məntəqəmizi seçək bir dəqiqə. A məntəqəsi. Bax, A məntəqəsini elə burada seçək. A məntəqəsini çalışaq düzgün bir şəkildə seçək. Hə, bu bizim A məntəqəmiz olsun. Bu da digər məntəqəmiz olsun. Hə, çəkdik. A məntəqəsi neçədə yerləşir? 10 dərəcə şimal enliyində. Belə, neçə 130 qərb uzunluğunda. Elə 130-u qeyd edək. 130 qərb uzunluğu. Qərb uzunluğu 10 dərəcə şimal enliyində. Əslində burada hansı şimal enliyində yerləşməyi o qədər də əhəmiyyətli deyil. Sadəcə burada qeyd edək də 10 dərəcə şimal enliyində. 10 dərəcə şimal enliyində yerləşir. Aha. 10 dərəcə şimal enliyində yerləşir. Aha. Burada deyir ki, indi deyir kölgəsinin uzun Bakı şəhər. Bakı şəhəri neçədə yerləşir? Yadımıza salaq. 50 dərəcə şərq uzunluğunda. Düzdürmü? Şərq uzunluğunda. Şərq uzunluğu.
İmtahanda belə suallarla qarşılaşdıqda çalışın bunu təsvir edin. Bax, məsələn, baxıram ki, mən biri 130 qərb uzunluğundadır, biri isə 50 dərəcə şərq uzunluğundadır. Aha, düşünürəm ki, bunların cəmi mənə 180-i verir də, düzdür? Cəmi 130 ilə 50-nin cəmi neçə edir? 180 edir də, düzdür? 180. 180 dərəcədir. 180 dərəcə fərq olan meridianlar necə meridianlardır? Deyirik ki, əks meridianlardır. Əks. Burada bir əks yazaq. Əks meridianlardır. Deməli, 180 dərəcə fərqi olan meridianlar əks meridianlardır. Əks meridianlar arasında fərq nə qədərdir? 180 dərəcə. Deməli, bunlar arasında fərqi tapmaq üçün, yəni saat fərqini tapmaq üçün, məsələn, 180-i, 180-i, 180, əgər, məsələn, saat fərqini xatırlaya bilmirsinizsə, problem deyil. 180-i, 180-i. Bölürük neçəyə? Saat birinci, bölürük. Bayaq öyrətdim axı neçəyə bölməliyik. 15-ə. Ya bayaq xatırlatdım deyim. 15'e bölürük. Neçə eləyir? 12, 12 saat. 12 saat etdi. Deməli, bunlar arasındakı fərq nə qədərdir, uşaqlar? 12 12 saat bunlar arasındakı fərqdir. Deməli 12 saat fərq edirsə birində deyir ki, cismin kölgə, hə, bunu qeyd etməyi unutdum. Deyir A məntəqəsində cismin kölgəsinin olmadığı zaman Bakı şəhərində saat neçə olur? İndi burada diqqətli olmaq lazımdır ki, burada 10 dərəcədən söhbət gedir. Günəş 10 dərəcədə zerikdə ola bilər. Düzdürmü? 10 dərəcədə zerikdə olur da 23.5-lər arasında yerləşdiyi üçün 10 dərəcədə zerikdə olur. Və 10 dərəcədə zerikdə olduğu üçün deməli Günəş bu nöqtədə Günəşin kölgəsinin olmadığı zaman, Günəşin düz bizim başımızın üzərində dayandığı zaman onun kölgəsi olmur. Başımızın üzərində dayandığı zaman Günəşin zerikdə olduğunu anlamış oluruq. Ölkəmiz arasında bu hal heç zaman müşahidə olunmur. Yəni düz başımızın üzərində olan cismin kölgəsi olmur. 90 dərəcə buzaq altında Günəş şüaları düşdüsə olmur. Deməli buradan müəyyən etmiş olduq ki, deməli bu 90 dərəcə ilə düşür və cismin kölgəsi o zaman olmur ki, yəni sıfır kölgə o zaman olur ki, həmin ərazi üçün günorta olsun. Hə, sual verərsin müəllim, orada günorta nə zamandır? Bəlkə heç bizi kimi deyil. Coğrafi baxımdan günorta bir qayda olaraq, yəni saat 12:00, 12:00 günorta qəbul edilir. Yəni bu belədir. Bütün testlərdə, izahlarda, imtahanlarda tam rahat şəkildə saat 12:00-dan işləyə bilərsiniz. 12:00, yəni günorta qəbul edilir və əgər bizdə günorta saat 12:00-dırsa, bizlə 12 saat vaxt fərqi olan məntəqədə saat neçə olar? Deyirik ki, ay müəllim, olar gecə yarısı. Yəni növbəti günə keçdiyimiz saata, yəni bundan sonra növbəti günə keçirik və bu da 24:00-dır. Varmı cavabda? Bəli, görür ki, var. 24:00. Testimizin doğru cavabı A variantı. Keçirik növbəti suala. Xəritə sxemdə qeyd edilmiş məntəqələrdən hansında 22 iyunda gündüzün uzunluğu daha az olar? Aha, 22 iyun. Tarix 22 iyundur. 22 iyunda günəş harda zenitdə olur? Belə bir xətt çəkərik buradan. Uşaqlar. Belə bir xətt çəkərik təqribi. Təqribi belə bir xətt çəkək. Düzdür, biraz səliqəsiz alınır. Düzgün də alınmır. Amma yəni bacardığımız qədər bu xətti çəkək ki, nəsə həlli görmüş olaq. Aha. 23,5 dərəcədir uşaqlar. 23,5 dərəcə şimal enliyində, yəni 22 iyunda günəş zenitdə olur. Düzdürmü? 22 iyunda 23,5 dərəcədə günəş zenitdə oldu və bizə sual verilir ki, sual olunur ki, həmən zaman gündüzün uzunluğu daha az olacaqdır. Uşaqlar, yadınızda saxlayın ki, yəni bu istiqamətdə getdikcə, yəni bu istiqamətdə şimala doğru getdikcə günəş şüaları bu istiqamətdə daha çox düşür. Bir dəqiqə gözləyin. Növbəti bir ona uyğun testdə mən bunu sizə göstərim. Hı hı. Aha, bax görürsünüz burada. Bax, şimal yarımkürəsində eyni şeydir. Şimal yarımkürəsində günəş şüaları düşür də uşaqlar. Baxın, diqqətlə baxın. Görürsünüz, burada cənub hissədə qaranlığın payı daha çoxdur. Qaranlıq hissənin payı çoxdur. Şimal hissədə isə gündüzün, yəni gündüz saatlarının, yəni günəşli saatların müddəti böyükdür də. Gündüzün uzunluğu burada çoxdur. Gecənin uzunluğu isə bu istiqamətdə çoxdur. Yəni gördünüz, yəni diqqətlə burada fikir versəz, bu halı burada görmüş olursunuz. Eyni sualı burada bizdən sual olaraq soruşmuş olur.
Hmm. Ha, sual olarak bizden soruşmuş olur. İndi biz bildik ki bu şimal hissədə gündüzün uzunluğu az olur. Cənubda isə az olacaq. Bax burada var bir dördüncü məntəqəmiz. Bir dördüncü məntəqəmiz var burada. Dördüncü məntəqəmiz. Dördüncü. Bir də beşinci məntəqəmiz var. Bunlardan hansı daha cənubda yerləşir? Belə bir xəttə çəkərəm, paralel xətt. Paralel xətt. Görürəm ki, 4-5-dən daha şimaldadır. Deməli, beşinci məntəqə daha cənubda yerləşdiyi üçün orada gündüzün uzunluğu daha az olacaq. Doğru cavabımız B variantı. 9-cu sual. Yerli vaxtı Bakı şəhərindən 8 saat irəlidə olan məntəqənin aid olduğu saat qurşağının orta meridianını müəyyən edin deyir bizə. Aha, indi gəlin sualımızı həll etməyə çalışaq. Yadınızda saxlayın ki, saat qurşaqlarında birbaşa, yəni birbaşa əsas olaraq coğrafi uzunluqla, yəni meridianlarla işlənir, meridianlarla. Əgər günəş şüalarının düşmə bucağını tapırıqsa, o zaman birbaşa paralellərlə işlədirik. Paralellərlə işlədir. Sadəcə koordinatı vermək üçün burada göstərirlər. İndi ona görə də bir də vaxt itirməyək. Bir dənə Bakının burada uzunluğunu yazaq. Bakının burada uzunluğunu yazaq. 50 dərəcə şərq uzunluğu. 50 dərəcə şərq uzunluğu. Bakı harada yerləşdi? 50 dərəcə şərq uzunluğunda. Aha, bizə deyir ki, Bakıdan nə qədər? 8 saat irəlidə olan. 8 saat irəlidə olan. Hə, bizə saat deyir. Saat deyirsə neyini yəni uşaqlar? Bir saatımız neçə dərəcədir? Bir saatımız deyirik ki, 15 dərəcədir. 15 dərəcədir. Bəs 8 saatımız neçə dərəcədir? 8 saatımız x dərəcədir. X də bərabər olur neçəyə? 8 vurulsun 15. O dedi 80, 120 dərəcə. 120 dərəcə. Deməli, Bakıdan 120 dərəcəlik fərqli yerləşir. Amma sual verə bilərsiniz, ay müəllim, bu qərbdədir yoxsa şərqdə? Yenə şərtə diqqət edirsiniz uşaqlar. Şərtə diqqət edirsiniz ki, şərqdə irəlidədir sözü var. İndi son bir qədər düzgün şəkildə işləməyə icazə vermir. Ona görə gələk üzrlü sayəsiz. Burada deməli 8 saat irəlidə olan məntəqəni soruşur. 8 saat. 8 saat irəlidə olan məntəqə, yəni ondan şərqdə yerləşən məntəqə. Həm şərqdə yerləşən məntəqə özündən qərbdə yerləşən, yəni solda yerləşən də deyə bilərəm ki, daha yadda saxlayın. E, Yerləşən məntəqədən vaxt olaraq öndədir. Öndədirsə deməli şərqə, yəni sağa doğru irəliləyir. Sağa, yəni coğrafi baxımdan şərqə doğru irəliləyirik. Özüm sağa doğru deyirəm ki, yəni bunu öyrənənə kimi, mənimsəyənə kimi sizin üçün çətin olmasın. Aha. Get, belə şərqə doğru getdi mi 120 dərəcə. 50-nin üzərinə şərqdən şərqə doğru getdikcə toplayırıq. Qərbə doğru getdikcə çıxardıq. 50-nin üzərinə 120 gələndə neçə eləyir? 170 dərəcə. Aha. 170. 170 dərəcə etdimi? Aha, əla. Deməli, bu 170 dərəcə etdi. İndi bunu necə tapacaq ki, neçənci saat qurşağındadır? Bunu da asan bir yolla həll eləyəcək. 170'i yenə də. 170'i 170'i böləcək neçəyə uşaqlar? 15'ə. 15'ə. 170'i 15'ə böləndə neçə alırıq? 170'i bölsək 15'ə, deməli, e, 170'i üzr istəyirəm. Bir dəfə 17-nin içərisində bu şəkildə bölək. 15. Burada qalır 2. 2 15'ə bölünmür. Yanına bir 0 gəlirik. Burada 1 gəlirik. Düzdürmü? 15. 15. Qalır 15. 15. 20'den 15 çıxanda 5 dərəcə. A, 20-dən 15 çıxdıqda isə 5 dərəcə alırıq. İndi uşaqlar, burada diqqətli oluruq nəyə? Baxın, burada bildik ki, biz deməli 11-ci saat qurşağında yerləşir. Düzdürmü? İndi bu 11-ci saat qurşağında yerləşirsə, 11-ci saat qurşağında yerləşirsə, aha, 11-ci saat qurşağında yerləşir. Bu 5 dərəcə də o deməkdir ki, 5 dərəcə də o deməkdir ki, bu 11-ci saat qurşağının daxilində yerləşir. Məsələn, 5-də 7.5-dən böyük olsaydı, 12-ci saat qurşağı olaraq götürərdik. Amma sırf elə 5 dərəcə göstərildiyi üçün bunu 11-ci saat qurşağına deməli nə edirik uşaqlar?
11-ci saat qurşağına aid edirik. Deməli 11-ci saat qurşağının orta meridianı neçədə yerləşir deyəndə 11-i vururuq 5-ə, neçə eləyir? 11-i vururuq 15-ə, deməli 165 eləyir, 165. Yəni bunun saat qurşağının orta meridianı, yəni 165 dərəcə qərb və üzr istəyirəm, 165 dərəcə şərq uzunluğudur. Yəni 165 etdiyi üçün 11-i də 15-ə vurdum. 165 tapdım. 5 dərəcəyə də uyğun bildim ki, elə 11-ci saat qurşağına aiddir. Ona görə 165 dərəcə şərq uzunluğu cavabına gəlmiş oldum. Keçirəm 10-cu suala. A məntəqəsi 20-ci saat qurşağının orta meridianının 20 dərəcə qərbdə olarsa, onun yerləşdiyi saat qurşağının sərhədlərini müəyyən edin deyə sual verir bizə. Gəlin bu sualı da həll edək. Həll edək. Deməli 20-ci saat qurşağının orta meridianı. 20-ci saat qurşağının orta meridianı tapaq. Həmişə qərb yarımkürəsində olanda, yəni 12-dən böyük saat qurşağı göstərilən zaman 24-dən həmin o göstərilən saat qurşağını çıxmalısınız. Yəni 20-ni. 20-ni. Cavab neçə alırsınız? Cavab alırsınız 4 dərəcə. Düzdürmü? Cavab 4 dərəcə alırsınız. Deməli 24-dən 20 çıxıb 4 aldıq. Aha. İndi bilirik ki, deməli bu 4-ü də nə edirik daha sonra? Bu 4-ü də 15-ə vururuq uşaqlar. 15-ə. 15-ə vururuq. Alırıq 60. Düzdürmü? 60 cavab aldıqmı? 60 cavab aldıq. Sonra keçirik deməli daha sonra bu 60-ı deməli bu 60-ı e, deməli bu 60-ı 60 dərəcə qərb uzunluğu olaraq götürürük. 60 dərəcə qərb uzunluğu olaraq götürürük. 60 dərəcə qərb uzunluğu olaraq götürürük. Deməli, 60 dərəcə qərb uzunluğu, deməli 20 saat qurşağının orta meridianı 60 dərəcə qərb uzunluğunda yerləşir. Aha. 60 dərəcə qərb uzunluğunda yerləşir. Və bu meridianın şərq və qərb sərhədlərini tapmaq üçün, şərq və qərb sərhədlərini tapmaq üçün üzərinə 7.5 əlavə edib 7.5 çıxmaq lazımdır. Əgər 60-ın üzərinə 7.5 əlavə eləsək 67.5, 7.5 əlavə etdiyimizdə 67.5, digər 7.5 çıxdıqda isə üzr istəyirəm. Deməli bu 60 dərəcədir, orta meridianı 60 dərəcədə yerləşir. 60-ın üzərinə 15-i 2-yə bölərək, deməli 7.5 əlavə edirik. Olur 67.5 dərəcə, 67.5 dərəcə və 67.5 dərəcə 20 dərəcə qərbdə yerləşdiyini deyir. Aha, bunu nəzərə almamışıq, ona görə sualımızda yanlışlıq olur. Deməli 20 dərəcə qərbdə deyirsə, olur bu 80 dərəcə qərb uzunluğu. Aha, 80 dərəcə qərb uzunluğu. Sualın şərtindən tam olaraq fokuslana bilmədik. 80 dərəcə qərb uzunluğu. Şərti sonacan oxumaq lazımdır o səbəbdən də. Deməli 60 dərəcə qərb uzunluğu. Deməli 80 dərəcə qərb uzunluğu. 80-dən çıxdıqda 7.5, 67.5 qərb uzunluğu. Üzərinə 7.5 əlavə elədikdə isə deməli 80-dən deməli 7.5 çıxanda üzr istəyirəm. 80-in bir dəqiqə. 80-i biz göstərək. 80-i biz göstərək saat qurşağı olaraq. 80-i biz göstərək. Deməli 80-i biz göstərək. Bu 80. 80. 80-dən sağda yerləşir, deməli. 75 dərəcə qərb uzunluğu. Yəni qərbdə 80-dən qərbdə, şərqdə yerləşir. 75 dərəcə qərb uzunluğu şərqdə. Qərb uzunluğu 80-dən qərbdə isə yerləşir neçə? 90 dərəcə qərb uzunluğu. Düzdürmü? 90 dərəcə qərb uzunluğu. Aha. Deməli 75 dərəcə qərb uzunluğu, 90 dərəcə qərb uzunluğu yerləşir. Aha. 90-dan 75-ə çıxanda 15 dərəcə fərq olduğunu tapırıq. 15-i 2-yə böləndə 7.5, 90-dan 7.5 çıxdıqda, 7.5 çıxdıqda bu sərhəddinin 82.5 dərəcə qərb uzunluğundan keçdiyini, digər yəni şərq sərhəddinin isə 67.5 dərəcə qərb uzunluğundan keçdiyini görmüş olarıq. Beləliklə doğru cavabımız
Y variantı olmuş olur. Keçək növbəti suala. Qütb parıltısı yaranır. Deməli, qütb parıltısı niyə yaranır? Bu da qısa lakonik və kəsərli, yəni qısa elmi cavab tələb edən suallarımızdandır. Yəni bu suala cavab vermək üçün bir məna olaraq şərtə uyğun gələn cavabı bilmək lazımdır. Deyir ki, A variantı. Yer kürəsində meteoritlər düşən zaman atmosfer sürtülüb yanması nəticəsində. Bu doğru cavabımız deyil də. Yəni bunun qütb parıltısı ilə heç bir əlaqəsi yoxdur. Günəş kürəyinin elektrik yüklü hissəciklərin yer atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində. Sözsüz ki, bizim doğru cavabımız bu cavabımız hesab olunur ki, Günəş kürəyinin elektrik yüklü hissəciklərin yerin atmosferinin yuxarı hissəsi ilə toqquşması nəticəsində. Yəni asteroidlərin toqquşmasının heç bir aidiyyəti yoxdur. Keçək növbəti suala, 18-ci sual. Günəşin üfüqdə vəziyyətinə əsasən şimal yarımkürəsi üçün müşahidə olunan fəsilləri müəyyən edin. Bax, bir qayda olaraq, yəni şimal yarımkürəsi üçün, müşahidə olunan fəsilləri müəyyən edin deyir. Bizə belə bir, yəni sual verilir. Yəni günəşin üfüqdə gördüyünüz bu vəziyyətdə olması şimal yarımkürəsi üçün yay fəslini ehtiva eləyir özündə, yay fəslini. Digər bu vəziyyətdə olması, yəni bir qədər bu şəkildə görsənməsi bizim üçün yaz fəslini ehtiva eləyir uşaqlar. Yaz fəslini. Yaz fəslini. Digər üçüncü halda görsənməsi isə qış fəslini ehtiva edir. Və ona görə sualımızın doğru cavabı olur Y variantı. Aha. Keçək növbəti sualımıza. 10 dərəcə cənub enliyində günəş şüaları 76,5 dərəcə buzaq altında düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. Aha, deməli 10 dərəcə cənub enliyində 76,5 dərəcə. Baxın, 10 dərəcə cənub enliyində 76,5 dərəcə buzaq altında düşürsə, buzaq altında düşdüyü zaman günəşin zenitdə olduğu enliyi müəyyən edin. Məntiqə uyğun olaraq 76,5 günəşin zenitdə olduğu 90 dərəcədən neçə dərəcə buzaq altında kənarda yerləşir? Deyirik ki, 13,5 dərəcə buzaq altında məsafədə yerləşir. Yəni 13,5 dərəcə məsafədə yerləşsə, bunun şimal yarımkürəsində olması mümkün deyil. Uşaqlar, şimal yarımkürəsində ola bilməz. Ona görə burada ŞML-lər yazılan hissələri çıxmalıyıq. Çünki bu belə bir şey mümkün deyildir. Aha, deyir ki, günəşin zenitdə olduğu enliyi müəyyən edir. Bilirsiniz ki, günəşdə 66,5 dərəcə cənub enliyində zenitdə ola bilməz. 23,5-lər arasında zenitdə olur axı. Düzdürmü? 30 dərəcə cənub enliyində zenitdə ola bilər. Deyir ki, müəllim, xeyr, 30 dərəcə cənub enliyində də zenitdə ola bilər. Cavab nə oldu? A variantı. Çox qısa və heç bir hesablamaya ehtiyac olmadan tapmış olur ki, 23,5 dərəcə cənub enliyində zenitdə olur. Tropik işıqlanma, sual nömrə 20. Tropik işıqlanma qurşağının cənub sərhəddi ilə Bakı şəhəri arasındakı məsafəni hesablar. Aha, çox rahat. Bunu da hesablamaq bizim üçün heç bir sıxıntı və problem yarada bilməz. Yəni biz bunu rahat bir şəkildə hesablayacağıq. Deməli, deyir ki, tropik işıqlanma qurşağının cənub sərhəddi. Bir dəqiqə, indi bunu çalışaq biz göstərək. Tropik işıqlanma qurşağının cənub Bakı şəhəri arasında. Hə, bir dənə də belə çəkək. Bir dənə də belə çəkək. Biz Bakı şəhərinin meridianı yaxşı olmadı. Belə üzr istəyirəm paraleli. Aha. Keçək indi göstərməyə. Bax, birinci Bakını çəkək. Bakı neçədə yerləşir? Dəfələrlə suallarda vurğuladım. Bir daha da vurğulayıram. Bunu yadda saxlamaq vacibdir. Testlərdə tez-tez qarşılaşacaqsınız. Bakı 40 dərəcə şimal elliyində, 50 dərəcə şərq uzunluğunda yerləşir. Düzdürmü? Bunu belə yadda saxla. Ha, 40 dərəcə şimal elliyi. İndi bizə nəyə soruşur? 0 ekvatoru da burada qeyd edirəm. 23,5 dərəcə şimal elliyini burada qeyd edirəm. 23,5 dərəcə şimal elliyini burada qeyd edirəm. Aha, bir də 23,5 dərəcə cənub elliyini qeyd edirəm burada. 23,5 dərəcə cənub elliyini qeyd etmiş oldum. Tropik işıqlanma qurşağının sərhədləri uşaqlar yadınızda saxlayın ki, bax buradan bura qədərdir. Yəni bu şimal 23,5 dərəcə şimal tropiki, 23,5 dərəcə şimal tropiki və 23,5 dərəcə şimal tropiki, xərçəy tropiki, cənub tropiki isə oğlaq tropiki adlanır. Bunu da yadda saxlayın. Yəni tropik işıqlanma qurşağının sərhədləridir. İndi məndən nəyə soruşur? Tropik işıqlanma qurşağının cənub sərhəddi. Baxın uşaqlar, tropik işıqlanma qurşağının cənub sərhəddi budur. Cənub 23,5 dərəcədir. Bakı şəhəri arasında. Yəni Bakı şəhəri də gördüyünüz bu 40 dərəcə şimal elliyində yerləşir.
Eyni yarımkürələrmi? Deyirik, xeyr müəllim. Fərqli yarımkürə. Biri cənub elliyindədir, biri şimal elliyində. Biri cənub yarımkürəsində, biri şimal yarımkürəsindədir. Ona görə nə edəcəyik? Toplayacaq. 40 ilə 23.5-i toplayanda neçə alırıq? Deyirik ki, müəllim, 40 ilə 23.5-i toplayanda alırıq 66, e, üzr istəyirəm, 63, 63.5 dərəcə. 63 onda 5 dərəcə. 63 onda 5 dərəcə cavabına gəlib çıxmış olduq. Aha, indi bizdən soruşur ki, bu məsafə nə qədərdir? Bilirsiniz ki, buradan da bura bir meridianımız var, bizim bir meridianımız. Meridianın da 1 dərəcəlik qösün uzunluğu nə qədərdir? 111 dərəcə. Deməli, 63 onda 5-i də vurmalıyıq 111-ə. 111-ə. 63 onda 5-i də 111-ə vuranda 8048 tam onda 5 dərəcəni almış oluruq. Bir dəqiqə səhvə yol verməyək. 111 vurulsun 63 onda 5. Üzr istəyirəm. 7048 tam onda 5 dərəcə. Yəni Y variantını almış olduq. Hesablamamızı indi doğru aparmış olduq. Bu da belə. Çətin növbəti suala. Sual nömrə 21. Sxemdə qeyd edilmiş A məntəqəsində 4 oktyabr saat 19:20 olarsa, B məntəqəsində hansı gün və saat neçə olar? Deyir ki, A məntəqə. Bax, gördünüz bu A məntəqəsidir. Çalışaq bunu da burada həll edək. A məntəqəsində saat neçədir? 19:20. 19:20. 19:20-dir də saat. A məntəqəsində saat 19:20-dir. Aha. Deyir A məntəqəsində saat 19:20-dir. B məntəqəsində saat neçədir? Bax, gördünüz bu məntəqədə saat neçədir? Saat neçədir? Aha. Bu zaman baxın, burada meridianlara diqqət etməliyik. Bu 160 dərəcəlidir. Bu da 170'dir. Biri 160 şərqdir, biri 170 qərbdir. Düzdür? Yəni bunları toplayıb 360-dan çıxıb da hesablaya bilərsiniz. O bir qədər uzun yoldur. Ən rahatı isə bunlar arasında olan fərqə diqqət eləməkdir. Yəni necə? Bu 160'dır, bu da 170'dir. Düzdür? 180'ə qədər buradan neçə dərəcədir? 180'ə qədər buradan 20 dərəcədir. Bəs burada neçə dərəcədir? 10 dərəcədir. 20 plus 10 neçə edir? 30 dərəcə. 30 dərəcə. 30 dərəcə. 30'u bölsək 15'e neçə alarıq? Bölsək 15'ə, 15'ə. Mouse çox problem yaradır bizim üçün. 30'u 15'ə bölsək, 15'ə bölsək, 2 cavabını alarıq. Yəni 2 saat. Yəni 2 saat 2 saat fərq var. Deməli, bura ilə buranın arasında 2 saat fərq var da. A məntəqəsi ilə B məntəqəsi. Yəni 160 qərb uzunluğu ilə 170 şərq uzunluğu arasında 2 saat fərq var. Həmişə demişik axı, şərqdə yerləşən məntəqə qərbdəkindən vaxt baxımından öndə olur. Burada 19:20-dirsə, bu bir tərəfdə neçə olacaq? 2 saatda üzərinə gəlirik. 21, 20. Düzdürmü? 21, 20. Aha. 21-20 elədi, eləmi saatımız? Bu da doğru. 21-20 bizim saatımızdır. Yəni burada indi deyərsiniz ki, bəs burada hardan bilək eyni tarixdir, yoxsa fərqli tarixdir? Yadınızda saxlayın ki, əgər bu 19-20 ilə, gördünüz bu soldakı 19-20 ilə, 19-20 ilə 21-20-ni toplasaz, 21-20-ni toplasaz və bu ikisi birlikdə 24 saatla böyük nəticə verirsə, deməli növbəti günə keçməliyik. Yəni növbəti günə, yəni bir əvvəlki gündədir də, növbəti günə keçmiş olaraq. Buradan bizə hansı məntəqəni soruşur? A məntəqəsi, bəli, A məntəqəsi şərq yarımkürəsindədir. B məntəqəsi qərb yarımkürəsindədir. Ona görə A məntəqəsi gün olaraq öndədir. Öndə olduğu üçün burada neçə olacaq? 3 oktyabr saat 21:20. Cavabımız C variantı. Keçək növbəti suala. 22 xəritə 22-ci sual. Xəritə sxemində qeyd edilmiş məntəqələrin yerləşdiyi saat quşaqları və məntəqələr arasında yerli vaxt fərqini müəyyən edin. Aha, burada şəkildə aydın düşmür. Bunlar hər ikisi neçədə yerləşir? Hər ikisi 60 dərəcədə yerləşir də, düzdür? Biri 60 şərqdədir, uşaqlar. Biri 60 şərqdədir. Biri 60 şərqdədir, digəri isə 60 qərbdədir. Düzdürmü? 60 qərbdədir.
Aha. Biri 60 şərqdə, digəri 60 qərbdədir. Düzdür? İndi burada hər ikisi ikinci saat quşağında yerləşir. Deməli, üzr istəyirəm. 60-ı 15-ə böldükdə 4-ü alırıq axı biz. Yenə də bölmüş olsaq 15-ə, 15-ə bölmüş olsaq, 15-ə bölmüş olsaq biz, 15-ə bölmüş olsaq, cavab 4 alarıq. Cavab 4 alarıq. 4. Aha. Cavab 4 almış olduq. Deməli, hər ikisi 4-cü saat quşağında yerləşir. Yəni, burada ikinci tərəfə 4-dən fərqli yazılan variantları birbaşa çıxmalıyıq. Bunu çıxdıq, sonra ikinci tərəfə burada hətta 20 yazan da var. Bunu da çıxdıq. Qaldı A, C və D variantı. Bəs ikinci tərəf nə olar? Dedim axı, burada 4-cü saat quşağıdırsa 24-dən həmən 4-ü çıxırıq. 24-dən həmən 4-ü çıxanda neçə alırıq? 20. Deməli, cavab variantı 20-dir. Hər bir halda qərb yarımkürəsində saat quşağını hesablayan zaman 24-dən çıxmalıyıq. Keçək sual nömrə 23-ə. Qış gün dönümü günü 30 dərəcə şimal elliyinə günəş şüalarının neçə dərəcə bucaq altında düşər? Aha, qış gün dönümü günüdür. 30 dərəcədə şimal elliyidir. Cənub elliyi deyil, ha, şimal elliyidir. Deməli, bir dənə burada bunu çalışaq təsvir eləyək. Bu bir tərəfdə çox bərbad alınır təsvir. Burada yenə yaxşıdır. Aha. Deməli, qış gün dönümü günüdür. Qış gün dönümü günü günəş harda zenitdə olur? Bildiririk ki, günəş zenitdə olur. Biri neçə şey? 30 şimali. Aha. Qış gün dönümü günəş zenitdə olur. 23.5 dərəcə. 23.5 dərəcə cənub elliyində. 23.5 dərəcə cənub elliyində. Bizdən soruşur ki, 30 dərəcə şimal elliyində. 30 dərəcə şimal elliyində. Şimal elliyində. Burada cənub elliyi yazacaq da. C, E. 23.5 dərəcə cənub elliyində. Bunlar hər ikisi eyni yarımkürədədirmi? Xeyr, fərqli yarımkürədə. Fərqli yarımkürədə olanda nə edirik? Toplayırıq. 30 ilə 23.5-i toplasaq neçə eləyər? Deyirik ki, 30 ilə 23.5-i toplayanda 53.5 dərəcə eləyir. 53.5 dərəcə eləyir. Düzdürmü uşaqlar? 90-dan 53.5-i çıxanda neçə alırıq? 90-dan çıxsaq 53.5-i 36.5 dərəcə cavabını alarıq. Deməli, sualımızın cavabı burada. 90-dan da zenitdə olan məntəqədən həmən aldığımız aradakı fərqi çıxdığımız üçün 36.5 cavabını almış olduq. Keçək növbəti suala. 24-cü sual. Mülayim işıqlanma qurşağında yerləşən ölkələr. Uşaqlar, mülayim işıqlanma qurşağında yerləşən ölkələr yadınızda saxlayın ki, mülayim işıqlanma qurşağının sərhədləri hardan keçir? 23.5 şimal tropiki ilə, yəni 23.5 dərəcə şimal tropiki ilə bir dəqiqə, mülayim işıqlanma qurşağının sərhədlərini sizə göstərim. 23.5 dərəcə şimal tropiki ilə e, şimal, şimal tropiki ilə Şimal tropiki ilə deməli 66.5 dərəcə qütb dairələri arasında 66.5 dərəcə qütb dairələri arasında yerləşir mülayim işıqlanma qurşağı. Burada mülayim işıqlanma qurşağı. İşıqlanma. Mülayim işıqlanma qurşağı yerləşir. Düzdürmü? Gəlin bu arada yerləşən ölkələrə baxaq. Baxın. Deməli, 23.5 dərəcə şimal tropiki, bir də ki, nə dedi bizə? Mülayim işıqlanma qurşağı. Bir də bu şimal mülayim işıqlanma qurşağıdır, uşaqlar, şimal. Bir də cənub mülayim işıqlanma qurşağı var. Cənub mülayim işıqlanma qurşağı da, cənub mülayim işıqlanma qurşağı da 23.5 dərəcə cənub tropiki ilə, deməli, cənub qütbü arasında yerləşir. Bunu da diqqətlə yadda saxlayın ki, uşaqlar. Sonra bu bizim üçün çox gərəkli olacaq. Aha. E, Keçək indi sualımızın həllinə baxaq. Deməli, Niger. Niger yerləşir tropik xəttlərin arasında, Afrikadadır. Bu aid deyil. Türkiyə, bəli, Türkiyə şimal mülayim işıqlanma qurşağında yerləşir. Şimal mülayim işıqlanma qurşağında yerləşir. Monqolistan, bəli, şimal mülayim işıqlanma qurşağında yerləşir. Peru, Peru deyir ki, xeyr, tropik işıqlanma qurşağındadır. Panama, tropik işıqlanma qurşağındadır. Argentina, mülayim işıqlanma qurşağındadır. Belə cavabımız 2, 3,
Bir də 6 olur. Qütb ulduzunun müşahidə olunduğu ərazilər. Mhm. Qütb ulduzunun müşahidə olunduğu ərazilər. Yadınıza saxlayın ki, uşaqlar. Qütb ulduzu Cənub yarımkürəsində heç bir zaman müşahidə edilmir. Qütb ulduzu harda müşahidə edilir? Yalnızca şimal yarımkürəsində. Bir də bunun belə bir uyğunluğu var. Qütb ulduzunun belə bir xassəsi var. Deməli, qütb ulduzu məsələn, çalışaq. Qütb ulduzu belə bir xassəsi var ki, uşaqlar. 10 dərəcə şimal enliyindədirsə, əgər məntəqəmiz 10 dərəcə şimal enliyindədirsə, 10 dərəcə şimal enliyindədirsə, bir də ki, bir məntəqə seçək, bir də Bakını deyək. 40 dərəcə şimal enliyi. 40 dərəcə şimal enliyi. Aha. 40 dərəcə şimal enliyi. Deməli 10 dərəcə şimal enliyindədirsə, qütb ulduzu neçə dərəcə uzaq altında görsənir? Deyirik ki, 10 dərəcə uzaq altında. 40 dərəcədə neçədir? 40 dərəcə. Hə, bəs 90 dərəcədəsə neçə dərəcə ilə görsənəcək? 90 dərəcədəsə neçə dərəcə ilə görsənir? Deyəcək ki, 90 dərəcədə 90 dərəcə uzaq altında görsənir. Deməli, ən böyük uzaq altı ilə qütbdə görsənir. Ən azısı ekvatorda 0 dərəcə uzaq altında görsənir. Cənub yarımkürəsində görsənmir. Eləcə də ekvator, sırf ekvator üzərində görsənənlərdə 0 dərəcə uzaq altında. Yəni görsənmir demək olar ki. İndi keçək sualımızın həllinə. Deyir Madaqaskar adası şimal yarımkürəsində, cənub yarımkürəsində. Deyir cənub yarımkürəsində. Ona görə aiddir. Xəzəryana ovalı şimal yarımkürəsindədir. Ona görə görsənir. Siciliya adası şimal yarımkürəsindədir. İtaliyaya məxsusdur. Burada da görsənir. Böyük sarıcaqları Avstraliyanın şərqi görsənmir. Orinoco balığı Braziliyanın şimalı görsənir. Üzr istəyirəm, Venesuela ərazisi. La Plata körfəzi xeyr görsənmir. Deməli, görsənən ərazilər hansılar oldu? 2, 3 və 5. 5-ci ərazilərimizdə qütb ulduzu gözlədik. Qütb gündüzlərinin müşahidə olunduğu ərazilər. Uşaqlar, qütb gündüzləri də eyni ilə burada da müəyyən xassələri var. Deməli, qütb gündüzləri görsənir 66,5 dərəcə, 66,5 dərəcə, 66,5 dərəcə, bir də burada 66,5 yazaq. 66,5 dərəcə. Demək 66,5 dərəcə şimal qütb dairəsindən şimalda, 66,5 dərəcə cənub qütb dairəsindən cənubda. Yəni qütb gündüzləri bu ərazilərdə müşahidə olunur. Ona görə bura uyğun əraziləri seçməliyik. Deməli, bura uyğun ərazi Novosibir adalarıdır. Bəli. Viktoriya adasıdır. Bəli. Kanada Arktik arxipelagında. Antarktida materikidir. Bəli. Qütb ulduzu demir. Ay, qütb gündüzü deyil. Bir dənə Antarktidanı deyərsiniz ki, ay müəllim, bəs nə oldu? Qütbüydü. O qütb gündüzüydü. Bu qütb gündüzü də qütb ulduzudur. Bu da Falkland adasıdır. Xeyr, aid deyil. Tasmaniya adasıdır. Xeyr, aid deyil. Newfoundlanddir. Aid deyil. Deməli, doğru cavabımız nə olur? 1, 2 və 3. Novosibir də Rusiyaya aiddir. Uyğunluğu müəyyən edin. Saat quşaqları. 4-cü saat quşağı, 12-ci saat quşağı, bir də neçənci saat quşağı verilib? 23-cü saat quşaqlarını burada deməli bizdən soruşur. İndi gəlin bu saat quşaqlarının da həllinə baxaq. Deməli 4-cü saat quşağı. 4-cü saat quşağının orta meridianı tapmaq üçün, ümumiyyətlə bunların hamısının orta meridianı tapmaq üçün 15-ə vurmaq lazımdır. 15-ə. Amma bu 23-ü 24-dən çıxıb sonra 15-ə vurmaq lazımdır da. 13-ü də o cümlədə. Deməli 4-cü saat quşağının orta meridianı neçə dərəcədədir uşaqlar? 4-cü saat quşağının orta meridianı deyirik ki 60 dərəcədə yerləşir. Düzdür? 4-cü saat quşağının orta meridianı burada çox səliqəsiz alınır. 4-cü saat quşağının orta meridianı yerləşdiyi 60 şərq uzunluğunda. 60 dərəcə şərq uzunluğunda yerləşdi. Keçirik ikinciyə. İkinciyə. Deməli 13. 13-ü də 24-dən çıxanda neçə alırıq uşaqlar? 13-ü də 24-dən çıxırıqsa, deməli alırıq 11. 11-i də vururuq 15-ə. Deməli 11-i də vururuq 15-ə. 165. Deməli 165 dərəcə qərb uzunluğu. 165 dərəcə qərb uzunluğu. Qərb uzunluğu. Aha. Bir də var burada neçə? 22. 22-ni də
Bir dəqiqə üzr istəyirəm. Bunu dəqiq şəkildə görək. Aha, 23-dür. Deməli 24-dən də 23 çıxanda 1, biri də 15-ə vuranda neçə edir uşaqlar? Biri də 15-ə vuranda elə 15 edir. 15 dərəcə qərb uzunluğu. Deməli 15 dərəcədə qərb uzunluğu neynədir? Elədir bu saat qurşağımız. Aha. 13-cü saat qurşağında beləcə tapmış olduq. İndi gəlin burada baxaq görək uyğunluğu müəyyən edin. Saat qurşaqlarına uyğunluğu müəyyən edin deyə bizdən sual edir. Deməli 60 oldu da düzdür. 60 dərəcə şərq uzunluğu. 60 dərəcə şərq uzunluğuna nə aiddir? 65 aiddir də. Deməli birincinin qarşısına C yaza bilərik. Birincinin qarşısına C yazdıq. Sonra deməli bir də burada digər uyğun gələn varmı? Baxırıq ki, xeyr, yoxdur. Keçirik deməli 165 dərəcə deməli qərb uzunluğudur. Buna nə aiddir? 162 B. İkinciyə də B-nə aid edirik. 2-yə də B-nə aid. Bura 1-ə, elə burada aid edirik də. 1-ə aid oldu nə? 1-ə aid oldu C. C. Uşaqlar. 2-yə aid oldu B. Aha. 2-yə aid oldu B. Sonra üçüncüyə aid olan hansılardır? Deyirik ki, 23-cü saat qurşağı belə 15 dərəcə qərb uzunluğudur da. Bura da aiddir 18. 15-ə aiddir 18 dərəcə qərb uzunluğu. D variantı. Üçüncüyə də aiddir D variantı. Deməli, üçüncü sualımıza da aid oldu. Deməli, D variantı. Aha. Bu da belə. 160-lıq qərb uzunluğunda aid etdik bura. Sonra deməli, burada baxaq görək variantlarda başqa hansı. Burada 25 dərəcə qərb uzunluğu heç birinə aid deyil. Çıxırıq. Bir də burada görək başqa hansı qaldı. A-na aid et, C-nə aid etdik. Deməli, C-nə aid etmişik uşaqlar. D-nə aid etmişik. Sonra B-ni də aid etmişik. Bir də qaldı 170 qərb uzunluğu. Bəli, üzr istəyirəm. 170 dərəcə qərb uzunluğu da aiddir ikinciyə. Yəni 13-cü saat qurşağına. Burada ayır. Ah. Deməli C, B, A, bir də sonuncuya da D-nə aid edir. C, B birinciyə, e, deməli C birinciyə, B, A ikinciyə, D də üçüncüyə aid etmiş olduq. Keçirik növbəti suala. Situativ sualdır bu da. Deyir yay gün dönümü. Yay gün dönümü günü şimal sərhəddində günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlanma quşağının gündüz uzun, gecə isə qısa olar. Yay gün dönümü günü şimal sərhəddinə günəş şüalarının 47 dərəcə bucaq altında düşdüyü zaman bu işıqlanma quşağında gündüz uzun, gecə isə qısa olar. Sözsüz ki, burada, yəni yay gün dönümü deyirsə, 47 dərəcə bucaq altında düşdüyünü bizə bildirirsə, yəni deyir yay gün dönümü deyir, gündüz uzun, gecə qısa olar. Əksi olsaydı nə olardı? Yəni bu bizə onu göstərir ki, bu işıqlanma quşağımız şimal, mülayim, mülayim, mülayim işıqlanma quşağıdır uşaqlar. Mülayim. Nəsə, şimal mülayim işıqlanma qurşağıdır. Bax, bu işıqlanma qurşağı. Deyir indi 47 dərəcə buzaq altında düşdüyü zaman. Yəni 47 dərəcə buzaq altında da orada o zaman düşür ki, yəni şimal tropikində zenitdə olur 47 dərəcə buzaq altında düşəndə. Günəş isə 23.5 dərəcə şimal tropikində zenitdə olmuş olur. Bunun da bənzəri məsələlərini dəfələrlə həll etmiş olduq test boyunca. Yenə də kiminsə nəsə sual olsa rəy bölməsində bildirər, geniş və ətraflı məlumat verərəm. Mətlə əsasən coğrafi enliyi və işıqlanma qurşağını müəyyən edin. Dedik axı, işıqlanma qurşağımız mülayim işıqlanma qurşağıdır. Coğrafi enliyimiz isə 66.5 dərəcədən söhbət gedir. Yəni bu 47 dərəcə buzaq altında düşən hissə olur şimal mülayim şimal qütb dairəsi. Aha, keçək növbətinə. Deməli, oldu enliyimiz 1-ə oldu. Deməli, coğrafi enliyi oldu. Şimal 66.5 dərəcə şimal paraleli işıqlanma qurşağı isə şimal mülayim işıqlanma qurşağı. Mətndə verilmiş işıqlanma qurşağını şimalda və cənubda yerləşən işıqlanma qurşaqları müəyyən edin. Uşaqlar, şimal mülayim işıqlanma qurşağından şimalda şimal qütb işıqlanma qurşağı, cənubda isə
cənubunda isə tropik işıqlanma qurşağı yerləşmiş olur. Yəni bu cavabları yazmış olsanız yüksək balla qiymətləndirilərsiniz. 30-cu sonuncu sual. Xəritə sxemi əsasən mətndə verilmiş işıqlanma quşaqlarında yerləşən ölkələri müəyyən edin. Mətndə verilmiş işıqlanma quşağı şimal işıqlanma quşağıdır, uşaqlar. Burada heç cür, yəni bu mouse bu gün bizə imkan vermədi istədiyimiz kimi işarətləyək. Yəni gördüyünüz bax təqribi bu hissələr, yəni 23.5-dən 66.5 dərəcəyə qədər, təqribi buralara qədər deməli nədir? Şimal mülayim işıqlanma quşağıdır. Elə görürsünüz işarətlədim, işarətləyən kimi də görsənir. Deməli oldu 6, 1 və 3. Sadəcə burada şərtə uyğun olaraq həlli tapmaq bizdən tələb olunurdu ki, bunu da tapdıq və doğru və dolğun şəkildə məsələmizi həll etmiş olduq. Bugünkü dərsimiz haqqında bu qədər. Ümidvaram ki, sınaq nömrə 2-ni də ətraflı şəkildə izah etmiş oldum. Mövzu ilə bağlı, testlərlə bağlı kimin nə sualı varsa, başa düşmədiyi məqamlar varsa, rəy bölməsində bildirə bilər. Kanalımıza abunə olmağı və bəyənərək dəstək olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Növbəti dərslərimizdə görüşənədək.